Silsilə fərqi, yəni D bərabərdir 4 olan ədədi silsilənin ilk n həddinin cəmi Sn olarsa, S22 çıxılsın 2 vur S11 fərqini tapın. S'nin düsturunu xatırlayaq. Sn bərabərdir 2 dənə A1 üstəgəl n-1 vurulsun D bölünsün 2 vurulsun n. Buradan S22'ni yazaq. S22 bərabər olacaq 2 dənə A1 üstə gəlinsin. 22'dən 1'in çıxsaq qalar 21 vurulsun D də 4'ə bərabərdir. Bölünsün 2 vurulsun 22. Buna və ixtisar gedər qalar 11. Bu da bərabərdir. 2 vursaq 11'ə 22 A1 üstə gəlsin 21 vur 4 vur 11. 21 vur 4 vur 11. S11 hesablayaq. S11 bərabərdir 2A1 üstə gəlsin 11'dən 1'in çıxsaq 10 vurulsun 4 D böl 2 vurulsun 11. Bu da bərabərdir. Hər bir tərəfi biz 2'yə ixtisar eləsək, qalır burada A1 üstə gəlsin 20 vurulsun 11. Bu da verir 11 dənə A1 11 dənə A1 üstə gəlsin 20 vur 11 və yaxud da 220 və S22'dən yəni 22 A1 üstə gəlsin 21'i deməli 11'ə vursaq alınar 231 231 də 4'ə vursaq alarıq deməli 4 2 bir də yadda 9 9 24 9 24 çıxılsın 2 vurulsun 11 A1 üstə gəl 220 bərabərdir 22 A1 üstə gəlinsin 924 çıxılsın 22 A1 üstə çıxılsın 2'ni vursaq 220'yə 440 edər. Bərabərdir. 22 A1'lərimizi islah gedir. Qalır 924 çıxılsın 440. Bu da bizə verər 4 8 8'dən 4 çıxsa 4 484.